yaxşı olacaq. Dəhlizdə durmayın, təhlükəlidir. Vicdan, cəsarət və məsuliyyət. Hər bir işi sevgi ilə yerinə yetirmək lazımdır deyən, son nəfəsinə qədər təmkinli və peşəkar idarəçiliyi ilə dünyaya səs salan qəhrəman pilot İqor Kşinyakin. 1962-ci il mayın 19-da Bakıda anadan olan İqor Kşinyakin ilk təhsilini Sasova Mülki Aviasiya Uçuş Məktəbində pilot ixtisası üzrə alır. Əmək fəaliyyətinə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin ikinci pilotu vəzifəsində başlayır. Hava gəmisinin komandiri, kapitanı vəzifələrinə qədər yüksəlir. 2024-cü il dekabrın 25-də Bakıdan Qroznaya uçan təyyarənin kapitanı kimi adı Azərbaycanın aviasiya tarixinə əbədi yazılır. Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Zenit raket kompleksi ilə vurulan təyyarədə əsl qəhrəmanlıq nümayiş etdirir. İdarəetmə sistemləri sıradan çıxan təyyarəni Aktau yaxınlığında inanılmaz şəkildə peşəkarlıqla yerə endirir. Sərnişinlərin həyatını xilas etmək üçün birinci zərbəni və təhlükəni də öz üzərinə götürür. Son ana qədər sərnişinləri xilas etmək üçün əlindən gələni əsirgəməyən Kşinyakin və onun komandası idarədən çıxan təyyarəni intizamlı və təmkinli şəkildə nizamlamağa çalışırlar. Heyrətamiz pilotluq məharəti nümayiş etdirərək 29 nəfərin sağ qalmasına nail olur. Təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcək. Ancaq maksimum sərnişinləri xilas etmək üçün onlar böyük qəhrəmanlıq göstərmişlər. Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görülən fədakar insan bugün sevgi və qürurla yad edilir.